Bismillahirrahmanirrahim. Salihlərin Yolu kitabından bəli, gəldik çatdıq təqlid bəhsində 29-cu məsələyə. Buyurur əl-ədalətu əlləti mərrə, hansı ki keçdi, ənəha o ədalət tu'təbəru fi mərcəi təqlid. Mərcəi təqliddə mötəbərdir. Bu ədalət nədir? Hiyə əl-istiqamətu. O nədir? İstiqamət tutmaqdır. Fi caddəti şəriətil müqəddəsəti. Caddi şəriətil müqəddəsədə. Müqəddəs şəriət caddəsində, yolunda istiqamət almaqdır. Hansı ki o caddi şəriət müqəddəsə naşiəti qalibən ən xavfin rasixin fin nəfs. Hansı ki qalibən bu nədir? Qorxu ki caddi imkanı istiqamətləndirir caddi şəriət müqəddəsədə və nəşət ala çox vaxtı ən xofin rasixin fin nəfs. Nəfsdə nədir? Bir qorxu keçir nəfsə, yəni ruha, cana. Yəni qorxu səbəb olur ki, canda olan qorxu səbəb olur ki, nədir? İnsan ədalətə riayət eləsin. Və yunafiha, qorxu deyəcək, yəni əzab ilahinin qorxusu. Və yunafiha, yunafinin məfulu hadı, həmin qayıdır ədalətə. Və münafatı var ədalətin, tərku vacibin, tərk faildir. Tərku vacibin, av fi'lu həramin, fiildə gələndə faildir, ətfdə o yenə. Münafatı var, ziddiyyəti var ədalətin, nəylə? Vacibi tərk eləməklə, ya haram fiilə mürtəkib olmaqla. Min dün müminin. Münafatı var, nədir? Vacibatı tərk eləməklə və nədir? Harama mürtəkib olmaqla fiillər. Yəni bir adam ki, əgər vacibi tərk eləsə, harama mürtəkib olsun da nədir? O ədalətli olmaz. Ədalət odur ki, vacibi tərk eləməyəsən, harama da mürtəkib olmayasan. Burada min duni müminin cümlə ki, axırda gəlir. Quranda da buna oxşar cümlələr var. Məsələn, ayədə var, لا يتخذ المؤمنون الكافرين أولياء من دون المؤمنين. Buyurur ki, la yettexizul mu'minine kafirin. Möminlər kafirləri avliya, dost olaraq nədir? Seçə bilməz. Özləri isə dost seçərlər, kafirləri gərək dost seçməyələr. Min duni mu'minin. Möminlərdən qeyrisin. Yəni möminlərdən, burada duna qeyri, möminlərdən qeyrisidir kafirlər və onlar nədir? Keçə bilməzlər. İndi yəni sival müminin ya qeyrəl müminin. Burada deyir ki, nədir? Min dunil müminin bədəldir də. Bədəldir nədir? O kafirlərdən. Qeyri-müminin kimdir? Həmin kafirdirlər. Onlar nədir? Bəs onlar şəxslərdir ki, möminlər onları dost seçə verməz. Bəli. Və başqa da həmçinin belə gəlir, görürsən, bədəldir. Bəli. O cümləni bir növ təfsir eləyir də, izah eləyir. İndi burada da o bəli, vacibi tərk eləyən kimdir? Feili haramı eləyən kimdir? Mömindən qeyrisidir. Sival mömin bunu eləyər. Bəs mömin, sival mömin də nə deyir? Adildir. Mömin mömin odur ki, adil olar. Və la fərqə fil məasi min hazihil cihət beynəs səğirəti vəl kəbirəti. Bu cəhətdən deyir, fərqi yoxdur günahın. Kiçik günahlardan olsun, ya böyük günahlardan olsun. Buyurur və turtəfəul ədalətu və qalxar ədalət bu mücərrədi vuku'ul məsiyyə. Mücərrədi məsiyyətə vaqi olmaqla və təudu bit tövbəti və nədmi. Tövbə ilə, peşmançılıqla nə olar? Geri qayıdar. Bəs günahla ədalət aradan gedər. Tövbə eləməklə, peşman olmaqla nə olar? Ədalət yerinə gələr. İnnə min əzəmil məasi
Eşşirku billahi teala. Buyurur ki, inne min a'zamil maasi. 30-cu məsələ. Günahların ən böyüyü eşşirku billahi teala. Allah Teala'ya şərik qoşmaqdır. Ve liya'su min ruhillah teala. Ey rəhmətihi və fərəcihi. Və məyus olmaqdır, ümidsiz olmaqdır Allah Teala'dan, Allah Teala'nın ruhundan. Allah Teala'nın ruhu yəni nə deməkdir? Yəni Allahın rəhmətindən və onun fərəc verməsindən, nicat verməsindən insan nə deyir? Məyus olur. Bu günahını kəbir edəndir. Vəl əmni min məkrillah Teala. Və Allahın məkrindən əmin ola, insan günah eləyə, bəs mürtəkib günahını kəbirə ola və elə fikirləşir ki, mən Allahın nə deyim, məkrindən əminəm, bu da böyük günahdandır. Ey əzabuhu, azabı ki, lil asi. Hansı ki, nə deyir? Günahkar üçündür o əzab. Onlar nə deyir? Özün amanda bilə, günah eləyə, o da böyük günahlardandır. Və əxəzəhu iyyahu min heysu la yehtəsib. Və əxəzəhu iyyahu. Və əxəzəhu, bəli, hesab kitab eləmədən bunu alacaq. Bəs Allahın rəhmətinə qərq edəcək? Yox, belə əmin olmaq da nə deyir? Nə elə əmin olasan, nə də nə deyir? Məyus olasan, heç birisi deyil. Gərək məyus olmayasan və əmin də olmayasan. Neynəyəsən? Məyus olmayasan Allahın rəhmətindən və nə deyir? Əzabından da amanda olmayasan, özünü amanda bilməyəsən. Bəs günah eləməklə ki, əzabdan amanda qalasan, bəs nə deyir? Çətinliyə düşəndə məyus olma Allahın rəhmətindən. Və inkar ma ənzələ Allah Teala, Allah Teala'nın nazil etdiklərini inkar eləyəsən, kutubu ərbəəni, peyğəmbərləri və başqa şeyləri. Vəl muharibətu li avliya Allah Teala, vəl muharibətu, və neyniyə müharibə eləyə, kim ilə li avliya Allah Teala, Allahın dostları, uca Allahın dostları, vəliləri ilə. Və istihqar-ı zənb, və istihqar-ı zənb, və nə deyir? Günahı kiçik saya. Fə inə əşəddü zünub ma istihanə bihi sahibihi. Və günahların ən şiddətlisi odur ki, o günahı eləyən onu nədir? Asan saya. Və uququl valideyn, və valideynə ağ olmaq. Və uququl valideyn, valideynə ağ olmaq. O nədir? Və huvəl isaəti iləyhima. Valideynə ağ olmağın mənası budur ki, onlara pislik eləyəsən. Və huvəl isaəti iləyhima. Onlara pislik eləyəsən. Bi-əyyi vəçin. Hansı yoldan olursa insan valideyninə günah eləsə, bəs nə deyir? Bu Allahın böyük günahlarından sayılır. Bəyyi vəçin. Yəuddu tənkirən li cəmilihuma aləl vələd. Yəuddu tənkirən li cəmilihuma aləl vələd. Bu, hər nə yolla onlara pislik eləsə, nə deyir? O, onların gözəlliklərin, övlad və onların gözəlliklərin inkar eləməsinə səbəb olur. Və qatlil muslim bəl kulli məhququd-dəm məhqunid-dəm və qazalikə təaddi əleyhi bicurhin av zurbin av qeyri zalik. Və qatlil muslim, bir müsəlmanı qətlə yetirmək böyük günahlardandır. Bəl kulli məhququd-dəm, bər hər o ki nədir? Məhququd-dəmdir. Hər adamın məhququ dəm eləmək, qanun tökmək. Və qazalikə təaddi, istəyir müsəlman olsun, qeyri-müsəlman olsun. Qanun tökmək nədir? Olmaz. Və qazalikə təaddi əleyhi bicurhin, və həmçinin müsəlmana və dedik ki, həmçinin hər bir kulli məhququ dəmə nədir? Ona nədir? Bicurhin, avzurbin, ona zərər yetirəsən, düzdür? Yaralayasan, ya zərbə vurasan və qeyri zərbə, bunlardan başqa. Əlbəttə, burada o qatlil muslim, muslimi qətl eləmək nədir? Haramdır. Sonra deyir, bəl kullu məhquniddəm. Məhquniddəm, yəni qanı hədər olan, yəni o məsələn üçün, bütün kafirdir, qanı hədərdir, amma sən onu öldürmək nədir? Sən öldürə bilməzsən, imam sən əmr eləməyibsə, sən onu öldürə bilməzsən. Və qasfil muhsin, və muhsin, yəni möminə, və muhsinə və möminiyə neynəyəsən? Qəsv eləyəsən, böhtan atasan, yəni zina töhməti vurasan. O adam ki, zina eləməyib, pak daməndir, ya məsələn, kişidir, pak daməndir, ona iftira atasan, zina iftirasını vurasan, bu günahını kəbir edəndir. Özü buyurur, qəsv nədir? Və huva rəmeyhuma bi irtiqabil faişəti kəzzina min duni bəyyinətin əleyhi. Onlar nədir? Pislik,
mesela zina kimi nisbət verməkdir və dəlilsiz. Və əklil malel yetim zulmən və zülmən yetimin malını yemək. Əlbəttə, ola bilər ki, qeyri zülm yeyəsən. Nə cür? Məsələn, alıbsan yetimin malını. Vəl-bəxsu fil-mizan vəl-mikyal və nəhvuhuma. Bəs mizan, tərəzi, mikyal həmin o 3 kilo, 4 kilo bir yerdə olur. Keyl məsələn filan. Məsələn, keyldir 3 kilo bir yerdə, 4 kilo bir yerdə, ona keyl deyirlər. Mizan da tərəzi. Gəlsən də əslik çəkəsən. Bu da böyük günahlardandır. Və nəhvuhuma və buna oxşar başqa nə deyim, məsəl üçün pisi yaxşıya qatırsan, yaxşını pisə qatırsan. Pisi yaxşının adı ilə satırsan. Biən la yu'fa tamamul haqq. Biən la yu'fa tamamul haqq. Belə ki, tamam haqq nədir? Vəfa olunmur. Məsələn, pulun miqdarı tamam vəfa olunmur. İza qala vəzənə və nəhvi zalik. İstəyir keyllə verə, ya kiloyla verə, nəhvi zalik. Və sırqə və oğurluq və qəzəl kullu təsərrufun fi malil muslim. Oğurluq və müsəlmanın hər bir təsərrüf, istifadə malında nədir? Haramdır. Və mən bi hukmihi və o kəslər ki, müsəlmanın hökmündədir. Min duni rizahu və rızası olmadan. Müsəlman hökmündə məsələn kafir zimmidir, filandır, bulardır. Vəl fərari min zəhf, cihaddan qaçmaq, fərar eləmək. Məsələn, imam fətva verib, əmr verib, cihada bu cihaddan qaçır. Və əklir riba və riba yemək bi nəv'əyhi əl-muamili vəl-qarzi. İstəyir riba muamili olsun, istəyir riba nədir? Qərzi olsun. Məsələn, borc alıb və qaytaranda məsəl üçün 5 aydan sonra qaytarır, ya məsəl üçün alıbdır, hissə aylıq ona faiz verir, pul yerində qalır. Və zina, əlbəttə onun halal yolu var, haram cəhəti var, düzdür. Halala deyərlər müzaribə, musalihə, haramına deyərlər nədir? Riba. İnşallah onları biz müamilədə oxuyacağıq. Və zina, zina eləmək, və ləvat, kişi üzr istəyirəm. Və səhəq, qadınla qadın, və istimna eləmək, həmçinin kişi olsun, qadın olsun. Və cəmiyyəl istimtaatul cinsiyyə mə qeyri zövc və zövcə. Ərlə arvaddan başqa bütün nədir? İstimtaat aparmaq, cins istimat aparmaq nədir? Haramdır. Fəqət ərlə arvada halaldır. Vəl qiyadətu və qiyadə, o nədir? Və hiyə sə'i beynəl isni li cəm'uhuma ələl-vət'il muharrəm. O səy eləməkdir, iki nəfrin arasını düzəldəsən nədir? Haram olan vətiyə, haram olan yaxınlığa səbəb olan. Və diyasə və hiyə ən yərə zövcətəhu təfciru və yəsqutu ənha. Diyasə nədir? O görür ki, xanımı nədir? Zina eləyir, fiskü fucu eləyir, ona sakit qalır. Və la yəmnəha minhu və onu o günahından qaytarmır, mən eləmir ona. Və l-qovlu bi qeyri ilmin av hüccətin. Moizə eləmək, amma elmin yoxdur, məsələn, elmsiz söz demək. Və l-qovlu bi qeyri ilmin av hüccətin. Burada, yəni xütbə eləyir, moizə eləyir, Allahın adına, Peyğəmbər adına danışır, amma nə deyim, İslam adına danışır, amma elmi yoxdur, savabı yoxdur, dərs oxumayıbdır. Və l-kizbu, yalan, hətta ma la yətəzərrər bihil qeyr. Hətta o yalan ki, məsələn, elə bir adama o yalandan zərər dəymir. Yalanın özünü danışmaq haramdır. Və əşəddəhu hurmətəl kizb əlallah av ələ rasulihi sallallahu aleyhi və aleyhi. Buyurur ki, yalanın ən şiddətlisi Allaha və onun rəsuluna yalan danışmaqdır. Və l-afsiyə, Allahın vəsisi əmirəl-müminin əleyhissalama və vəsilərə, imamların adından yalan danışmaqdır. Və şəhadətü zur, yalandan şəhadət vermək. Və l-fətva bi qeyri mə ənzəlallah, və Allahın nazil eləmədiyinə fətva vermək. Yəni fətva verə nə deyim? Təfsiri bir rəy eləyə, məsələn, rəyinlə verə, yəni hədislə, ayə ilə verməyə. Buyurur ki, mən yüfəssirəl Qur'anə bir rəyhi mən qaduhu finnar. Hər kim Qur'anı öz rəyi ilə təfsir eləsə, yeri cəhənnəmdir. Həmçinin öz rəyi ilə fətva verən də o cürdür. Vəl-yəminil qumus və hiyəl vəl-yəminil qumus, yəminil qumus da haramdır. Yəminil qumus nədir? Və hiyəl həlfu, and içməkdir billah Teala kizbən, yalandan Allah and içəsən, fi məqamil fəsli dəva. Nədir? Məsələn, fəsli dəvada, dəva ondan nədir? Fəsalət tapır da, sonlanır. Düzdür? Məsələn, bir
müddəidir, bir münkirdir, düzdür? Müddəi iddia eləyir. İddiası gəlib nədir? Bəyinə gətirə. Bəyinə gətirə biləməzsə, münkir də inkar edən də and içsə, onunla da nədir? Məhkəmə sona çatır və münkirin and içməsi ilə sona yetirilir. İndi münkir gəlib yalandan and içsə, onda nədir? Bu and həmin fəsl-i dəva deyirlər, haramdır. Və kitman-ı şəhadət mimmən əşhəd. O adam ki şəhadət verir, onun şəhadətini kitman eləyəsən. Deyəsən, məsələn, bunun şəhadəti yalandır. Və kitman-ı şəhadəti əla əmrin və kitman eləmək şəhadəti bir işə. Bəli, kitman-ı şəhadət, yəni şəhadəti nədir? Birin şəhadətini deyib, məsələn, yalanlayır ki, belə şey yox. Summa tələbə minhu ədauha. Sonra tələb edir, ondan nədir? Onun ədası. Buyurur, bəl və in şəhidəhu min qeyri işhadin. Deyir, bəlkə bundan da pis odur ki, şəhadət verə, nədir? Min qeyri işhadin. Şahid olmadan şəhadət verə. İzəmmən gezəl məzlum minəz zalim. Əgər məsələn, biri şəhadət verib, şahid olmadan və o şəhadətlə məzlum nədir? Zalim məzlumdan ayrılır, tanınır. Kim məzlumdur, kim zalimdir. Fəynə yəhrum əleyhi həcb şəhadəti fi nusrətil məzlum. Bu gələn nədir? Kitman şəhadət eləyə, bu nədir? Həcb eləyə, yəni pərdə çəkə şəhadətin bir o şəhadət verənin şəhadətin pisliyə, ya qoymaya gələ şəhadət verə. Şəhadət vermə qoymaya məsələn, ki, hansı ki bu şəhadət fi nusrətil məzlum, məzlumun köməyidir bu şəhadət, onun nədir? Qabağını ala, kitman eləyə. O aradan apara, bu nədir? Haramdır, böyük günahlardandır. Və min əzəmil məasi eyzən tərküs səlat mütəəmmidən və qəzalqə tərküs sovm şəhrur Ramazan. Və böyük günahlardan biri də həmçinin namazı bilərəkdən tərk eləməkdir. Həmçinin Ramazan ayını tərküs sovm şəhrur Ramazan, Ramazan ayının orucunu tərk etməkdir. Və ədəmi ədai hüccətil İslam, həcci yerinə yetirməməkdir. Və mən zəkatil məfruzə və nədir? Zəkatı yerinə gətirməməkdir. Hansı ki, vacibi zəkatdır. Və qətiyyətur rəhim, rəhm eləyəsən, silə rəhmi qət eləyəsən. Və hiyə tərkül ihsan iləyhi. Qətiyyətur rəhm nədir? O nədir? İhsanı tərk eləməkdir, o qohum əqrabaya. Bəyi vəçin fi məqamiyyəti ərəfə fihi zalik. Hansı vəçin olur olsun, mütəarəfdir o yaxşılıq eləmək bu adamın tərəfindən onlara. Məsələn, imkanı var, məsələn, imkanı dərəcəsində, ya imkanı yoxdur, get-gəli eləyər, get-gəlin kəsib, ya başqa.